bir ay boyunca organizmanın metabolizmasına bir növ dəyişiklik baş verir. Çünki biz 16 saat fasilə veririk və 16 saat fasilə verilen organizma da sonradan birdən-birə gündəlik rutinimizdə etdiyimiz səhvləri edə bilmərik. Kesinlikle edə bilmərik bu səhvləri. Çünki deyək ki, Ramazan ayında baxın, fizioloji proseslər baş verdi. Sözün əsl mənasında orqanizmdə hüceyrələr çoxaldı, yəni yeniləndi, özəlliklə qaraciyər hüceyrələri yeniləndi və s. Orqanizm bir növ hazırdır bu prosesi davam etməyə. O yüzden də çox yaxşı olar ki, insanlar artıq bunu belə müqayisə edir. Deyək ki, Ramazan ayında etdiklərinin sanki bir 30%-ni yenə də etmək zorunda qalacaqlar. Bu nədir? Axı biz Ramazan ayında bir növ az porsiyaya öyrəşmiş olduq. Çünki 16 saat məsafə verən mədə, həzm sistemi orqanlarımız artıq az porsiyaya öyrəşdi, az porsiyanı qəbul etməyə öyrəşdi. Və o yüzden də biz demək ki, bu porsiyalarımızı kiçiltdik ki, bu zamanda dietologiyanın orta dərəcədə prinsipinə riayət edirik. Və mən həmişə deyirəm ki, Ramazan ayı doğrudan da sağlam qidalanma əldə etmək istəyənlər üçün bir növ trampolin ayıdır, bir növ fürsətdir və bu birinci özəl qaydamız. İkincisi, biz Ramazan ayında əgər doğru bəslənməni etmişliksə, doğrudan da biz orucluq niyyətimizdə, yəni məqsəd qidalanmada səhvlərin də qarşısını almaq etsə, burada yenə də biz məsələn bol karbohidratlı, yağlı qidalara stop deyəcəyik.